Son zamanlar pasientlərin istər zənglə, istər mesajlarla ən çox verdiyi suallardan biri də kollagen qəbulu barəsindədir. Adətən anladığınız kimi qadın pasientləri daha çox bununla maraqlanırlar və dərilərinin daha cavan və təravətli görünməsi üçün müxtəlif şirkətlərdən kollagen preparatlarını almağa və istifadə etməyə başlayırlar. Bu zamanda belə bir sual meydana gəlir. Kollagen nədir? Ümumiyyətlə onun hansı növləri vardır və hansının istifadəsi üçün bizim üçün effektiv olacaqdır? Birinci onu demək istəyirəm ki, kollagen bizim bədənimizdə də ifraz olunan, sintez olunan bir zülal növüdür. Lakin düzgün qidalanmadığımız zaman bu kollagenin orqanizmdə sintezi zəifləyir və yaş artdıqca da bu proses daha da zəifləyir və dəri turqoru get-gedə düşməyə başlayır. Kollagen əsasən 3 tipdədir. Birinci və üçüncü tiplər dəri, dırnaq və saç sağlamlığı üçün vacibdir. İkinci tip kollagen isə əsasən oynaq sağlamlığı üçün vacibdir. Kollagen alarkən hansı faktorlara diqqət etməmiz lazımdır? Birincisi, kollagenin nədən alındığı önəmlidir. Kollagen adətən 3 qida növündən alına bilir. Birincisi, dəniz məhsullarından alınan marin kollagen, ikincisi malqara kollageni və üçüncüsü toyuq kollageni. Dəniz məhsullarından alınan kollagen daha effektiv kollagen hesab olunur, ancaq bəzən allergik əlamətlər pasientlərə vermə ehtimalı da vardır. Malqara məhsullarından istifadə olunan kollagenlər, alınmış kollagenlər, bunlar da tip 1 və tip 3 kollagen içərikli kollagenlərdir. Dəri və saç, dırnaq sağlamlığı üçün vacib olan kollagenlərə aiddir. Toyuq məhsullarından alınan kollagenlər isə əsasən oynaq qırdağının sağlamlığı üçün vacib olan kollagenlərə aiddir. Kollagenin tərkibində daha nəyin olması lazımdır? Birincisi, hidrolizə olunmuş kollagen daha yaxşı sorulur və tərkibində vitamin C-nin olmasına nəzarət etməmiz mütləqdir. Əgər kollagen preparatlarının tərkibində əlavə olaraq sink, biotin və digər vitaminlər, B qrup vitaminləri rast gəlinirsə, bu kollagenlərin də istifadəsi orqanizmdə gedən proseslərə müsbət təsir göstərəcəkdir. Ancaq kollagen alan zaman dozaya da nəzarət etməmiz lazımdır. Bir kapsulda 5000 mg və ya 5 qram dozanın olmasına diqqət etməmiz lazımdır. 2500 mg və ondan aşağı olan dozalar isə daha uzun müddət istifadəsi göstəriş ola bilər və zəif dozalar hesab olunur. Ortalama olaraq 5-10 qram, yəni 5000-10000 mg dozada olan kollagenlərin alınması və istifadəsi məsləhət görülür. Kollagenin qəbul etdikdən sonra onun orqanizmdə faydasını artıracaq amillər nədir və nələrə diqqət etməliyik? Biraz da bundan danışaq. İlk öncə gün ərzində düzgün su qəbulunu nəzarət etməmiz lazımdır. 3 litrə qədər suyun qəbulu mütləq hesab olunur. Bundan başqa lifli və proteinli qidalardan düzgün istifadə etmək, fiziki aktiv olmaq, günəşlənmək D vitamin sintezi üçün vacib olsa da kollagenin parçalanmasına səbəb ola bilər. Ona görə də müəyyən doza günəş enerjisini aldıqdan sonra günəş qoruyucu kremlərdən istifadə mütləqdir. Həmçinin siqaret çəkməkdən uzaq durmanız və vitamin C ilə zəngin qidaları da rasionunuza daxil etməniz məsləhətdir. Bu videonu faydalı hesab edirsinizsə, bəyənməyi, paylaşmağı unutmayın. Sonda siz öz təbii kollageninizi artırmaq üçün nə edirsiniz? Bu haqda şərhlər bölümündə yazmağı unutmayın. Sağ olun.